Neftçala rayonunda aprel şəhidi Elmdar Səfərovun anım günü qeyd olunub. Anım tədbirində Neftçala rayon icra hakimiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, şəhidin döyüş yoldaşları və rayon sakinləri iştirak ediblər. Tədbir zamanı Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər aprel döyüşlərinin Azərbaycan ordusunun gücünü və xalqın vətənpərvərlik ruhunu bir daha nümayiş etdirdiyini bildirərək, şəhidlərin qəhrəmanlığının heç vaxt unudulmayacağını vurğulayıblar. Tədbirdə şəhid Elmdar Səfərovun döyüş yolundan geniş söhbət açılıb, onun xidmət etdiyi müddətdə göstərdiyi igidlik, döyüşlər zamanı nümayiş etdirdiyi cəsarət və vətənə sədaqəti xüsusi vurğulanıb. Bildirilib ki, o döyüş yoldaşları arasında hər zaman seçilən, tapşırıqları layiqincə yerinə yetirən nümunəvi hərbçi olub. Son ana qədər vətən uğrunda mərdliklə mübarizə apararaq qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Allah şəhidlərimizi rəhmət eləsin. Qəbirləri nurla dolsun. 10 ili tamam oluyor şəhidlərimizin. Biz də elə bil analar, indi ürəyimiz biraz sakitləşib ki, torpaqlarımız azad oldu. Biz fəxr edirik balalarımızla. Allah onların yerini cənnət eləsin, İmam Hüseyndən arzını çalmasın. Prezidentimizə də təşəkkürümüzü bildiririk ki, sağ olsun, bizi hər vaxt yada salır, balalarımızı yada salır, bizi qəlbini döyüşür. Çünki bu belə bir tədbirdir ki, bu unudulmamalıdır. Elmdar elə bir oğlan olub ki, Elmdar mənlə bir yerdə olub, mənim yanımda olub. Mən onu döyüşə yola salanladım, mən yola salmışam onu. Evimdən yola düşüb gedib. Elmdar da mənim Nicat balamın biridir. Mənim bacımın balasıdır, elə mənim balamdır. Mən cəmi şəhidlərimizə Allah rəhmət eləsin, qəni-qəni rəhmət eləsin hamısının. Elmdar şəhid olandan sonra 10 ildir keçir üstündən. Nicat təyinatları özü könüllü yazıldı mənim Nicatım. Ki, mən dedi, Elmdarın qısasını alacaq. Nicat da getdi, iştirak elədi, döyüşdü. Qısas əməliyyatında 22-də şəhid oldu, sentyabrın 13-ü şəhid oldu. Hətta o öz vəsiyyətnaməsinə kimi yazıb qoymuşdu öz bloknotunun arxasına ki, məndən ötürü narahat olmayın. Mən bilirəm ki, o şəhidlər hamısı elədir, hamısı bir tarix yazıb gedirlər. Qeyd edək ki, Elmdar Səfərov 1992-ci il iyulun 26-sında Yardımlı şəhərində anadan olub. 1993-cü ildə ailəsi ilə birlikdə Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə köçüb. Gizir Elmdar Səfərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Aprelin 4-də o, Neftçala rayonunun Aşağı Qaramanlı kəndində son mənzilə yola salınıb. Elmdar Səfərovun ölümündən sonra göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı ilə təltif edilib. Şəhidin xatirəsi hər zaman ehtiramla yad olunur. Elvin Qudrətov, Səmil Şahlaroğlu, Bugün İnformasiya proqramı üçün.